API-lar ki, biraz təhlükəlidir. Təhlükəli deməyək də, yəni çökə bilər də. Atıram, F tapşırığını bunda eləyərsən, sənin heç bir günahın olmaz, amma API çökmüş olar, taskın işləməz. Bəli. Biz o API istifadə edirik. Gedək görə API necə yaza bilərik. Buradakı şeylərə diqqət eləyin. Node.js-dən istifadə edəcəm. Sizdə yoxdursa kompüterlərinizə də yükləməlisiniz. Yoxsa işləmir. Gedirik Node.js. Birazdan deyəcəm, onu da yükləyərsiniz. Uşaqlar, Node.js-in mütləq şəkildə LTS versiyasını, gələcəkdə başqa texnologiya öyrənsəz də yenə sən belə deyək, yarıda kəsdikcə, kimsə qulaq asırsa, onunla getdi. Əl qaldır ona görə. LTS uşaqlar, istərsiniz Java yükləyin, istərsiniz Python yükləyin, nə yükləyin. Bu LTS olmasına diqqət edin. LTS nədir? LTS long term supportdur. Yəni, bu uzun müddətli dəstəklənəcək. Başqa sözlə desək, deyək ki, Əsədlə mən gedirik, şirkət qururuq, saytını yazırıq, getdik Node.js-in 14-cü versiyası ilə yazmağa başladıq. 14-cü versiyada LTS deyil, yəni dəstəklənmir. Yazdıq, problem var. Getdik işin dalınca, çünki o artıq dəstəklənmir. Ona görə LTS ilə yazmağa çalışırıq ki, yəni belə deyək, bugları olmayan, problemi olmayan, problem olsa belə fix olunacaq və uzun müddət dəstəklənəcək versiya ilə yazmağa özən göstəririk. Gəlirəm LTS versiyasını yükləyirəm. Məndə artıq var deyə ehtiyac yoxdur. Extract eləyərsiniz. Uşaqlar, zip nədir bilməyən var? Fayllar saldır. Zip nədir bilməyən əlin qaldırsın? Sıxılmış. Okey. Uşaqlar, deməli, fayllar ki, böyükdür, faylları qısaltmaq qərarına gəldilər ki, internetdən, belə deyək, misal üçün, hər yerdə biz, deyək ki, müəyyən sözlərin təkrarını görürük, düzdür, import sözünü. Deyək ki, burada importu görürəm, bir çox yerdə deyək ki, import istifadə olunur. Importu lüğət kimi ağlınızda belə saxlayın. Misal üçün, 1 ilə əvəzləyirəm bu sözü, beləcə 5 simvoldan 1 simvola düşür, düzdür, şifrələri. Bu tip arxivator proqramlar vasitəsilə zip, rar və s. belə minlərlə var. Bunlar vasitəsilə bu fayllar sıxışdırılır və sıxışdırılandan sonra biz bunu sıxışdırılmış formada yüklüyürük və ya harasa atırıq. Lazım olanda açıb istifadə edirik. Necə yəni? Yəni, hansısa bir bizim Excel, Microsoft Word, image hətta fərqi yoxdur. Bir TXT faylımız var. Biz bunu send to ilə misal üçün. Bax, compressed zip folder deyirəm. Gəlin bundan nəsə yazaq. Düzdür, burada kiçik olacaq deyə inanmıram, çox böyük fərq olsun. Amma ölçüm cəhətdən uşaqlar, diqqət eləsəz, bunun ölçüsü nə qədərdir? 12 kilobayt. 12 kilobaytı mən gedirəm, zip eləyirəm. 9 kilobayta düşdü. Ölçüdə qozandım, istifadəçi daha rahat yüklədi və ya göndərdi. Amma problemi nədir uşaqlar? Mən bunu aça bilmirəm. Açmaq üçün mənə proqram lazımdır ki, açım. Açmaq üçün üzərinə gəlirəm uşaqlar. Sağ klik, extract eləyirəm. Extract here. Və ya harada, yəni açmaq istəyirəmsə. Extract here eləyirəm. Gəlir, yenisi bu formada düşür. Okey deyil, ola bilər. Bunun üçün WinRAR-dan istifadə edirik. Əgər zipdirsə, ehtiyac yoxdur. Uşaqlar, bura baxın, sonra davam edərsiniz. Yüklədiyimiz hər şey bizim downloads papkasına düşür. Yəni, yükləmələrə. Bura. Node.js, MSI bu formada düşdü. Gəlirəm, bura klik eləyirəm.
Baxacam inşallah kimdə problem var, baxacam. Fayllar. Ayda Node.js-in problemi. Okay, nəsə həll edərik. Bu formada uşaqlar Node.js-i yükləyəndən sonra next deyirik. Nə gəlirsə next deyirik və Node.js yüklənmiş olur. İndi hər kəs bunu eləsin. Biz versiyanı kontrol edəndən daha sonra Node vasitəsilə faylın adını tabla yazıb işlədə bilərik. Uşaqlar, Node.js özü ilə birgə npm adlı package managerdə gətirir ki, hansı ki bu npm özündə üçüncü parti paketlər daşıyır. Nədir bu üçüncü parti paketlər? Yəni artıq bəzi problemlərlə qarşılaşmış və ona hər yolu hazırlayıb bunu yerləşdiriblər. Başqa sözlə desək, Node.js-i kimi düşünün, Android kimi bir növ. Elə ki, Androidin Play Store-u var. Play Store-da bizim npm-dir. Play Store-da çoxlu proqramlar var, düzdür? npm-də də elə paketlər var. Yəni, misal üçün, deyək ki, bizə proqram, misal üçün, sizə rəqəm versən, misal üçün 1234. Bunu saata çevirin. Bölməlisiniz 3600-ə saniyələri görəsiniz, 62 dəqiqəni görəsiniz, saatı görəsiniz və s. Kimsə elə bir ki, artıq bunu yazır. Yerləşdirir bu npm-ə və biz də sadəcə həmin funksiyanı, həmin paketi çağıraraq istifadə edib işimizi görə bilirik. Əladır, çünki zamanımızı artırır. Biz də yazıb npm-ə paket qoya bilərik. Amma bəzən ehtiyacımız yoxdur. Özümüz yazmaq daha yüksək performans gətirəcək. Çünki adam 50 dənə şeyə həll yolu yazıb, 10.000 sətir var. Səninkini 30 sətirə həll eləmək olar. Nəyə görə kodu bölürsən ki? Və başqa da problem security. Yəni ağzına gələn yazıb viruslu şeyləri doldururlar. Elə də olmuşdu. Misal üçün Sequelize'da falan tapmışdılar elə buglar ki, adam npm paketdən yükləyir, amma yüklədiyi npm paket əslində arxada başqa yeri sorğulatır. Sana datlarını göndərir. Misal üçün. Yəni ona görə bir baxmaq daha lazımdır ki, nəyi işlər. Necə? Yaza bilərik. Amma yazdığımız paketi də qoymaq üçün ki, başqaları istifadə edə bilsin. Bunu qoyuruq npm-ə. Play Store Android'dir, npm Play Store'dur. Play Store'da da çoxlu proqramlar var, necə ki npm-də. Hər proqramlaşdırma dilinin bu formada kitabxanası var uşaqlar. Yəni Python-ın öz paket meneceri, C#'ın öz paket meneceri, misal üçün NuGet paket meneceridir o da orada. PHP-nin öz paket meneceri. Yəni istənilən dildə, dil üçün bu var bəli. npm-də pm paket menecerdə n nədir? NuGet. Yox, NuGet paket meneceri C# qarışdırma. O C#'ın Siz də npm dediniz o nədir? Yox, npm Node.js-ə aiddir. Node.js-in paket meneceridir. NuGet paket meneceri C#'ın paket meneceridir. Mən orada görmüşəm. Üçüncü parti kitabxanaları oradan yükləyir. Yəni belə deyək, oturub sıfırdan sən database-in kodunu yazmırsan, artıq kimsə yazıb, bir dənə onu yükləyirsən, qutarda getdi. Oturub saatın dəqiqəyə çevrilməsi proqramını özün yazmırsan, artıq kimsə yazıb ondan götürürsən, bəli. Biz entity framework yüklüyürük də C#'dan. Misal C#'ın özünün npm. ay sağ ol, yükləyirsən də onu düzdür entity. Ay sağ ol. Burada da npm vasitəsilə yüklüyürük. Məsələn, orada entity var, burada başqa fayl oxumaq, database-ləri istəyirsən. Ay sağ ol. Girdim oradan yüklüyürük. Orada NuGet paket meneceridir, burada npm'dir. Adı npm'dir. Eyni işi görürlər. Okey. npm vasitəsilə uşaqlar biz gedib bir dənə qəşəng paket var, hansı ki bizə server, bir növ süni server qaldırmağa imkan verir lokalımızda. Necə yəni lokalımızda? Yəni öz şəbəkəmizdə. Yəni internetdə deyil, sadəcə bizdədir. Xeyr, Postman sadəcə tooldur ki, sən sorğu atasan. JSON server. Baxın uşaqlar, npm-də baya paketlər var. JSON server də onlardan biridir. Hər bir paketin
necə yüklənməsi, nə qədər yüklənməsi, versiyası, həftəlik yüklənməsi, baxın həftədə 300.000 dəfə yüklənir. Necə işləmə qaydası, deyir tipi JSON yarat, nə bilim, bu formada işlət və s. İzah eləyəcəm indi onları. NPM-in özündə isə nə axtaraq? Misal üçün date deyə bir şey axtaraq. Yəni date fns falan, moment.js, react picker və s. Yəni burada baya gördüyünüz kimi millət Komand yazı verir. siz də eləyə bilərsiniz. Yəni elə bir şey deyil. Sadəcə yəni belə dedim, mənasız bir şey olmalı deyil də. Yəni həqiqətən hansısa bir problemə həll yolu. Bu paketlərin özü də başqa paketləri istifadə eləyir əksəriyyəti. Dependencelər falan gələcəkdə keçəcəm. İndinin özünü də yükləyəndə görəcəksiniz. Yaxşı, JSON serverə qayıdaq. Deyirik ki, JSON server bu günlük bizə lazımdır. Gələcəkdə hətta backend yazanda, yəni buradan istifadə edəcəyik, Express.js-i yükləyəcəyik və elə qaldıracaq. Ha belə Express.js olmasa da yenə endpoint yazarıq, serverdə qaldırarıq. Sadəcə Express bizə asanlıq yaradır. Zaten arxada o da həmin onu işlədir. Node.js-in öz özəllikləri. Yaxşı, nə deyir? Deyir bunu yükləmək istəyirsən, npm JSON serveri. İndidən əlinizi öyrəşdirin uşaqlar. Həmişə fayllarınızı ayırın. Front ayrı yerdə, back ayrı yerdə. Okeydirmi? Yəni bir folderdə ola bilər ikisi də. Amma içəridə bir dənə front, bir dənə də back papkası olsun. Frontda frontun, backində backinci. Gəlirəm burada. Deyirəm ki, bəs bir dənə frontend yaradıram. Bir dənə də indi süni backend yaradıram. Bu backenddə gəlib deyirəm ki, bəs nə mənə deyir? Eynisini eləyəcəm. Hətta buradan yox, buradan qaldırım. Zaten ikisini də görəcəm. Xeyr. Sadəcə bir növ süni backend yazırıq. Backenddə hələ bayağı var. Yəni bu. Amma belə deyək. Backendin işini görürük, Amma deyə bilməsən ki, bu əsl backenddir. Çünki internetdə, yəni sən ona sorğu ata bilirsən. İnternetdədir. Necə backend? Database var. Əslində bir növ var, özünə yazır. Amma yəni əsl backenddir deyə bilməzsən. Yəni backend bilirəm deyə bilməzsən. Amma backendlə işləyirəm deyə bilərsən, bunu başa düşürsən. Okey. Gəlirəm deyirəm ki, görək necə işlətmək lazımdır. Burada artıq uşaqlar həyatidir, yəni bunun dərsi yoxdur. İşte gündə 50 dənə paket çıxır. Bunu da Əflatun yazır, John yazır, nə bilim, U yazır, o yazır, bu yazır. Yəni gəlib buradan dokumentasiyasını oxuyub başa düşmək lazımdır. Gəlib bizə deyir ki, bu formada yükləyə bilərsən. NPM paketlərini yükləyərsən uşaqlar. Yazmasaz da işləyəcək. Amma indidən əlinizi öyrədin. Keçirəm backendinə. Backenddə deyirəm ki, npm uşaqlar init. Initialize deməkdir bu. Bizə bu paketin bir növ reseptini verir və orada yadda saxlayır bu özəllikləri. npm init-y eləyəndə bunu avtomatik bizim üçün doldurur. Init-y eləməsəm, bunun hər şeyini mənim tərəfimdən doldurulmasını istəyir. Bəs bu paketin yiyəsi kimdir, versiya hansı versiyadır və s. Gəlin iki cür eləyək. npm init eləyirəm. Məndən paketin adını istəyir, diqqət eləyirsinizsə. Kim görmürsə biraz böyüdüm. Paketin name olsun. Nə bilim. Paket name. Okey, URL friendly deyil, bəyənmədi adı. Belə bir şey yazar. Versiya 1.2.5. Açıqlama. Heç nəyə yaramayan proqram. Entry point olmasın. Test command olmasın. Git repository, author. Salsın, olsun, kimin adını batıraq. Yazsa, hər dəfə eyni adam olmaz. Deyəcək, nəbini yazaq. Nəbi. Nəbi, lisans olsun MIT, güya. Okey. Uşaqlar gəlirik buradan. Bu formada yaranır. Bu JSON var. Bəli.
Amma bizə əsasən bu lazım deyil. Ona görə nə edirik? npm init y eləyirik. Yəni avtomatik özün hamısını doldur. O da uşaqlar adı falan faylın adına görə görsün. O niyə ədə içərisində deyil ki? Obyektlər. Bunun yazılışı belədir. Bu bir JSON-dur. Dolayısıyla obyektin daxilindədir. Bir dənə yaratdı, yoxsa çox? Bir dənə. Sadəcə bir dənədir. İçində də bunlar. Özün yaratsan. Bu sənə lazım olan bir şey deyil. Bu Node.js və paketə lazım olan bir şeydir. Elə bil ki, yemək bişirirsən, bu sənin yanında duran qeydiyyatçıdır. Ki, ay 1 kilo un, 2 kilo falan şey. Elədiyin və istifadə elədiyin hər paketi qeyd edir bura. Bu o işə baxır. Yəni buna sadəcə bəzi hissələrinə dəyirik, işləmə komandası və s. Qalan hissəsi avtomatikdə olur. Gələcəkdə görəcəksiniz. İndi React-a keçəndə vəbşi daha rahat başa düşəcəksiniz orada. Ki, bununla birləşik gəlir deyə. Hə, yaxşı. Bunu yazmasaz da işləyərdi. Sadəcə indidən düzgün görün deyə belə göstərdim. Gedirik ki, bunu eləyəndən sonra, bəs necə mən bu JSON serveri yükləyərəm, istifadə eləyərəm? Bu formada yazılıb, mən də bu formada eləyirəm. npm i və yaxud install JSON server. Bəzən bunun qarşısında, i-nin qarşısında -g də görə bilərsiniz. Bu qlobala yükləmək deməkdir. Ehtiyacınız yoxdur. Məsələn eləsəz daha yaxşı olar, amma hələ ki okeydir. Dokumentasiya necə deyir, biz də elə yazırıq. Qlobala yüklənməklə lokal yüklənməyin fərqi nədir uşaqlar? Mən lokal yükləyirəmsə, yəni bu formada. Bu gəlir, baxın indi. Bura düşəcək dependensiya olaraq və paketin özü də yuxarı düşəcək. Bax, burada node modulusu olaraq gəldi, yarandı. Burada da dependency, yəni asılılıqlarda artıq JSON server düşdü. Package log JSON nədir deyə bilərsiniz? Uşaqlar, package log JSON buna əsla əl dəymirik. Bu Node.js-ə lazım olan bir şeydir, bizə yox. Doğrusu, yəni onun qeydiyyatı üçündür. Kitabda da yükləyəndə gəlsin deyədir. Bu bizim istifadə etdiyimiz paketin istifadə etdiyi paketlərdir. Şey kimi, mənim sürücümün sürücüsüdür. İşte mənim reseptimin qeydiyyatçısı var idi. Onun da qeydiyyatçısı. Belə düşünün. Mən işlədirəm JSON serveri. JSON serverdə işlədir. Poca URL, Tiny HTTP, Engines, Funding, nə bilim və s. belə və s. dependensiyalarda. Cookie, Regex, Router və s. Yəni, bu paketləri istifadə edir. Hə, burayla uşaqlar ümumi məlumat kimi dedim, bizim işimiz artıq başladı. Nə deyir bizə? Get, bir dənə DB.json yarat. Başla. DB.json yaradıram. İçi belə olsun. Başla. İşlətmək üçün npx JSON JSON server DB.json-dur. Məsələn. Bu formada yazıram və mənə, baxın uşaqlar, artıq bu endpointləri vermiş oldum. Özüm bir növ saxta fake API yaratmış oldum lokalımda. Bu API həm delete, həm update 4 metodun 4-ünü də dəstəkləyir. Ha belə, mən gəlirəm bura. Burada əsas diqqətli olmalı olduğunuz məsələ nədir uşaqlar? ID-lər. ID-ləri mütləq ardıcıl yazın. Yazmadınız, işləmir. Proqramın özü belə tələb edir. Yəni, misal üçün gələrəm bura deyərəm ki, məhsullar bir array olar. Sizin task var idi, nə bilim, nə. Misal üçün uşaqlar, bunu götürürəm, bura əlavə edirəm. JSON formatını xarab eləmədiyimizə diqqət eləyək. Gəldi bura düşdü. Diqqət, indi aşağı bir dənə diqqət edin.
söküb serverin. Bir dənə Ctrl C eləyirəm. Dayandırıram. Təzədən qaldırıram. Problemsiz formada gəldi. Və aşağıdan bütün endpointlərimi görürəm. Gəlirəm məhsullara klik edirəm uşaqlar. Baxın. Hamısı burada. Bura artıq qəşəng formada fetchimi də ata bilərəm frontda. Okeymi? Deyil. Kodluq bir şey yoxdur uşaqlar burada. Bu sadəcə kitabxana nədir? Bu bildiyimiz JSON-dur. Yəni JavaScript-də heç nə yoxdur burada. Sadəcə kitabxana deyirik, belə istifadə edir, biz də deyirik başlayın. Hə, extension var uşaqlar, Thunder Client və yaxud sizin kompüterlərinizdə də var Postman və ya yükləməlisiniz, əgər yoxdursa, öz notebook-unuzda istifadə edirsinizsə. Oradan, misal üçün, mən bu endpoint-ə sorğu atıram. Baxın, cavabım gəl. Gəlir, amma bunu necə qəşəng göstərmiş bu tərəfə düşsün. Gəlir bu formada düşür bura, ay meyvə falan filan. Mən yeni məhsul əlavə eləmək istəsəm nə edərəm? Bura baxın, özdə məhsullar burada da var ha. İndi buna baxın. Mən deyək ki, beyaz əkməyi silmək istəyirəm. ID-si də 9CD. ID-si həmin şey olanın metodunda Delete, ISO. Bu elə bir ki, fetch yazmaq kimidir. Prosta bu tool-la. Atıram. Bunu çıxartdı. Bir də get eləyirəm. Beyaz əkmək yoxdur. Baxın, silib burada. Dən göstərim. Və diqqət eləsəz görərsiniz ki, həqiqətən silib. Bu JSON-dan da silib. Məhsullardır. Mən deyək ki, ancaq bu sütü çağırmaq istəyirəm. ID-sini seçirəm. C1CA. Gətirir, çıxardım. Hə, metodu dəyişib delete eləyirəm. Fetch'in metoduna get yox, post delete yazıram. Və beləcə süd də getdi işinin dalınca. Get eləmək istəyəndə artıq not found deyir, çünki yoxdur. Okeydimi? Hə, indi post eləyirəm uşaqlar. Post eləyirəm nəyi? Misal üçün, buradakı dəyərlərə uyğun olaraq ID-ni post eləmirəm. ID-ni backend özü verməlidir. Bu olsun computer. Nə bilim, qiyməti olsun 1500. Stokda olsun 10 dənə. Kateqoriyası olsun IT məhsulları. Bunu post edirəm uşaqlar. Avtomatik özü verir. Backend verməlidir. Çünki ID-ni zaten biz təyin edə bilmərik əsla. Bəlkə belə deyək, onumuz da eyni anda post atırıq. Mən də deyəcəm şəxsiyyət vəsiqəsi olsun 2, sən də deyəcəm 2. Mən 10 yaradıram, sən qarğıdalı yaradırsan. Misal üçün, qarışdı, alə dəydi bir-birinə. Ona görə həmişə backend özü bilməlidir ki, o sıralamaq. Gəlirəm uşaqlar, get eləyirəm. Görürəm ki, IT məhsulları gəlib düşür. Sual varmı? Update də necə olacaq? Eyni formada. Ay, yaşa. Gəlib görəcəm ki, gedib öz başına mənim JSON-uma yazı da yazıb burada. IT məhsulları. Update-də uşaqlar heç nə. Put, sadəcə ID-si artıq bilməliyəm ki, nəyi update edirsən. Bunun qiyməti olsun 3500. Hə, qəşəng. Qəşəng deyirəm, bunu niyə kopyalamısan? Hə. Gəlirəm uşaqlar. Deyir ki, uğurla oldu. ID-yə görə get eləyirəm. Görürəm ki, dəyişib. Ümumi get eləyirəm. Görürəm ki, qiymət də update olunur. Okeydimi? İndi siz gedirsiniz. Həmin API vasitəsilə bura bir dənə get atacaqsınız. Bura deyəndə, yəni istədiyiniz də endpointiniz nədirsə. Get atıb hər şeyi gətirirsiniz. Sonra bir dənəsini gətirirsiniz. Sadəcə bir dənəsini ID-yə görə. Misal üçün, ancaq birini. Domates.
Sonra silirsiniz, sonra yaradırsınız, sonra güncəlləyirsiniz. Hamısını get elə. Birini get elə, birini sil, birini yarat, birini güncəllə. Getdiniz.